Keto diyetamın 4-cü günü və sizə onu bildirim ki, mən həkim və diyetoloq deyiləm. Sadəcə ətrafımdan öyrəndiyim və bildiyim qədərilə sizə bu videonu çəkib paylaşıram. Keto zamanı nələr olmaz? Şəkər və şirinyat, tort, şokolad, konfet, şəkərli içkilər, un və həmirlərdən çörək, lavaş, bulka, pizza həmiri, yüksək karbohidratlı qidalar, məsəl üçün kartof, düyü, makaron, qarğıdalı, meyvələrdən banan, üzüm, xurma olmaz, amma az miqdarda çiyələk, moruq, qaragilə olar. Nələr olar? Ət və proteinlər, toyuq, mal əti, yumurta, hinduşka, süd məhsullarından pendir, kərə yağı, qaymaq, şəkərsiz kokos və badam südü, tərəvəzlərdən xiyar, pomidor, amma az miqdarda, brokoli, gül kələmi, ispanaq, yağlardan zeytun yağı, avokado, kərə və kokos yağı, çərəzlərdən badam, qoz, fındıq, chia toxumu və unlardan badam unu, keto unları, kokos və kətan unu. Keto ümumiyyətlə nədir? Karbohidratı azaltmaq, yağ qəbulunu artırmaq və bədəni ketoz vəziyyətinə salmaq deməkdir. Bədən enerji üçün şəkər yerinə yağ yandırmağa başlayır və yəni qısaca karbohidratı çox az tükətirik, protein normal, yağ yüksək olur. Keto üçün məsləhətlərim odur ki, birdən başlamayın. Karbohidrat yavaş-yavaş azaldın. Su və elektrolitə fikir verin. Yəni keto zamanı çoxlu su için, duz balansına fikir verin, mineral qəbul edin. Hər yağ faydalı deyil. Məsələn, fast food yağları siz yeməməlisiniz. Etiketləri mütləq oxuyun. Şəkərsiz yazsa belə tərkibinə mütləq baxın. İlk günlərdə çətin ola bilər. Məsəl üçün baş ağrısı, halsızlıq ola bilər. Buna keto flu deyirlər. Və hər kəsə uyğun deyil. Həkim məsləhəti ilə bunu siz etməlisiniz. Günorta yeməyim isə belədir. Daha sonra axşam çıxdım, gəzdim. Çoxlu su içdim. Bu qədər. Hələlik.